Deməli, əməllərin yaxşıdırsa, inkir-minkirsə yaxın sənədi oxuyanda görəcək ki, hamısı yaxşıdır da. Cəlil baba, sən ondan narahat olma. Səni üçün Allah Teala oradan gətirəni o qədər təmiz eləyəcək ki, sənin bədəninə girən gül kimi olacaq. İmanın bəhrəsi dost doğruluqdur. İmanın bəhrəsi halal yeməkdir. Haram yersənsə ondan qaçıb gedərsən mən. Bir insan düşünün. Onunla söhbət etdikcə yorulmaz, əksinə ruhunuz dincələr. Elə bir pozitiv aurası var ki, ilk görüşdən sanki mənəvi dünyası sizi öz ağuşuna alır. Üzündəki nur qəlbinizə sakitlik, sözləri isə ruhunuza sürur bəxş edir. Yerində edilən incə zarafatları dodaqlarınıza təbəssüm qondurur. Qəlbinizi riqqətə gətirir. Hər işə Allahın gözəl adları ilə başlayır, Həzrəti Peyğəmbərin tərifi ilə isə sözünü bərəkətləndirir. Bu ilahi sevgi və mənəvi intiba onun qəlbini o qədər saflaşdırıb ki, hər şükür anı gözlərində yaşa çevrilib yanaqlarına süzülür. Bu dəfə ömür yaddaşında ömrünü yaddaşlara köçürdüyümüz el ağsaqqalı Rəhimov Cəlil Xəliloğludur. Hər kəsin sevə-sevə Cəlil baba deyə müraciət etdiyi bu nürani insanın həyat yolu, xeyirxahlığı, əl-açıqlığı onu tanıyanların dilində bir dastana çevrilib. Elə bu səbəbdən biz də üz tutduq Şamaxı rayonunun Göylər kəndinə. Bu kənd DRTV komandası və izləyiciləri üçün yad deyil. 44 günlük vətən müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Quran hafizi, tarix müəllimi Elgün Quliyev də məhz bu torpağın yetirməsi idi. Cəlil baba 1940-cı ilin 8 dekabrında bu gözəl torpaqlarda dünyaya göz açıb. Uşaqlıq illərini tam xatırlamasa da, özünü dərk etdiyi gündən etibarən Allahın varlığı üzərində düşünməyə başlayıb. Valideynlərinin ibadətə bağlılığı onun da qəlbində iman nurunu alovlandırıb, bu yolda marağını daha da artırıb. Rəhimov Cəlil Xəliloğlu 1940-cı il dekabrın 8-də Allah-Teala'nın mübarək adı ilə dünyaya gəlmişəm. Uşaqlıq həyatım 3-5 yaş, lap doğrusu onların nəzərə keçib deyə bilmərəm, səhv deyərəm. Deməli, ağlım söz kəsəndən sonra daima gecə gündüz Allah-Teala'nı fikirləşməyəm ki, məni yaradan sahibim var. Deməli, mənim atam, anam çox ibadət adamı olub. Birinci babamın adı Sədidir. İkinci babamın adı Məhəmməddir. Üçüncü Cəlildir. Dördüncü Safadır. Beşinci Xəlildir. Altıncı Etibardır. Yeddinci Xəlildir. Səkizinci mən Cəliləm. 1962-ci ildə ailə həyatı qurub Cəlil baba. Bu evlilikdən 3 oğul və bir qız övladı dünyaya gəlib. Övladlarından danışarkən səsi qürurla titrəyir, hər kəlməsində onların ona göstərdiyi hörmət və qayğını minnətdarlıqla ifadə edir. 1962-ci ildə ailə qurmuşam. Yoldaşımla ailə qurmuşuq. 1963-cü ildə böyük oğlum dünyaya gəlib, Bəxtiyar.
66-cı ildə kızım, onun anası dünyaya gelip 1968-ci ildə Leningrad'da olan Semir adında oğlum var. O dünyaya gelip 1973-cü ildə Behrem dünyaya gelip Behrem'deki Allah'a şükürler olsun gözünüzün qabağında ailen benim elə cür saxlayır ki əziz xələf bir evlat kimi. Ben onlardan çok razıyam, çok razıyam, çok razıyam. Çünkü Allah Teala buyuruyor ki kiçiklere şefkat, böylere hürmet etmeyen bizden döcü. Yani bizim yanımıza gelebilmez. Demeli onlar bana böyle zadın istediği ki benim köylüm isteyen kimi olarak bana hizmet ediyorlar. Bundan güzel şey ne olabilir? Başına dönüm benim evlatlarımın indi de gelin benim keşiğimde diyenim benim eziyetimi çekir. Allah Teala sizin bu eziyetinizi cennetle müjdelesin. Həm nənəsinin səxavətini, həm atasının cömərtliyini xatırlayır və bu xüsusiyyətlərin öz həyatına necə sirayət etdiyini dilə gətirir Cəlil baba. Bu gün də təqaüdündən ehtiyacı olanlara əl tutmağı özünə borc bilir. Uzun və keşməkeşli ömür yoluna baxmayaraq atasını xatırlayarkən göz yaşlarını saxlaya bilmir. Bu, onun qəlbinin nə qədər həssas və saf olduğunun ən canlı sübutudur. Nenem çok ibadet adamı olup, o kadar ibadet adamı olup ki, öyle elinde olanların hamısını paylayıp ki koy, imkansızlar yesin. Atam o cümleden o forma. Atam sizi inandırıram ki, dünyasını değişenden qabaq, siz tanımırsınız, Behrem tanıyır ben. Emoğlu vardı, Kasım dünyasını değişmişti bir hafta qabaq. Dedim ayete, kurban bayrağı, kurban kesmeye. Dedi neden şükürsen sen dedi. Kurban al giren getiyle keskine gittim, kurban aldım gittim kestim. Atam kurban günü ciğerinden bir böyle yeri dedi. Yoldaşıma dedim ki biz o bir köyde çöre yerik. Uşaqlarım onda körpədir. Dedim git atama bir baş çek. Gitti atama rahmetliye baş çekti. Geldi. Dedi ki babam deyir ki gitsin Cəlil'le mollanı çağırsın getirsin. Yerin içinde namaz kılıp gün orta vakti molla Yasin-i Şerif'i okuyup bir ikinciden de biraz okuyandan sonra dünyasını değişip Sovet dövrünün dinə qarşı sərt münasibətini də yaxşı xatırlayır. O illərin çətinliklərinə baxmayaraq imanını qorumağı bacarıb. Məktəb illərində çalışqanlığı və güclü hafizəsi ilə seçilib. Lakin kənd həyatının ağır məsuliyyətləri onu təhsildən uzaq salıb. İndi Sovetin qanunları mən burada deyə bilmərəm. Özünə müvafiq qanunları olub. Heç üç vurma onu barədəki nədir, nə döyü, nə döyü. Amma mən o bilirəm ki, hər şey münasib olub. Bir Leylin dinə qarşı zidd olub. Ona görə də tez silindi getdi. Uşaqlıq həyatım onlardan təxminən o mənlə yaşıd olanlar hamısı dünyasını dəyişib gedib. Bircə mənlə yaşıd olan qalıb. Və salam, qalanları hamısı hökuməti təhvil verib gediblər. Dünyasını dəyişib gediblər. Uşaqlıq həyatım atamın heyvan qarası çox olub. Anam tez dünyasını dəyişib. Anam kiçik qardaşım ehtibar oldu rəhmətlik. Büyük kardeşim Şahlar olup, on bacım Kezban olup, ondan küçük Gül Baba olup, böyle
Demək bunlar hamısı dünyasını dəyişib bir dənə ata yurdunda qalan mənəm. Allah Teala'nın yazdığı ömür ne kadarsa o ile o kadar yaşarsan. Artık eksik yaşayabilmezsen. Artırsa da o bilir. Cenab-ı Allah Teala eksilse de o bilir. Her şey onun mübarek ihtiyar elindedir. Kudret elindedir. Allah Teala'nın kudret elinden size həmişə şəfalar arzulayıram. Onun kudret elindedir her şey. Söhbət ondadır ki, uşaq vaxtı lapda olsa indi kardeşlerime deyib, bacılarıma deyib, atam demib, oy bilmərəm, səhv deyərəm, günaha girərəm. Amma mən də uşaq olmuşam, heyvan qaramız çox olub. Mənim savadım çox yüksək olub. Amma heyvanımız çox olub. Kardeşlerim, büyük kardeşler aranıp gidip bizden atam mənə məktəbdən ayırıb deyib ki, bu heyvan qarıya kim baxsın ayvala. Ona göre mən oxuya bilməmişəm. Savadım çok yüksek olup Allah da o kadar əməl savab verib ki, elə gece saat 1'də 2'də məydurqsaydı ki, falan şey nədir, yerindən deyərdim. Ama heyvan qarıya başım qarışıb, mən oxuya bilməmişəm. Cəlil baba həyatın bütün çətinliklərinə sinə gərərək övladlarını böyüdüb. Ağır zəhmətlə qazandığı ruzisinə heç vaxt haram qatmayıb. Onun üçün həyatın ən böyük dəyəri halal qazanc olub. O inanır ki, insanın yediyi hər loğma onun mənəviyyatına təsir edir. Bu səbəbdən övladlarına da hər zaman halal ruzi qazanmağı tövsiyə edib. Rusya'ya gitmişim. 20-25 il arasında Rusya'da olmuşam. Es-Semi Allah'ım eşidir. El-Besir Allah'ım görür. Es-Semi Allah'ım satıcılarım olup demişim ki benim malıma haram katma, o vakti 20 manat çok yüksek pul olup. Benim malıma haram katmayın. Uşaqları üçün götürün buradan asortiment maldı. Asortiment olan aydaki bir neçə çeşitli olan mala asortiment mal deyirlər. Padırı qoz varsa götürün oyun yaparın. Pulu azsa, 20 manat azsa onu da koyun. Benim malıma haram katmayın. Havallık her şeydedir. O vardı diyesen oraya bir köpeği artık açsıyla doğmuş. Ben pensiya çıkardılar, profesörler, həkimler. 89 manat 47 köpek pul almışım. 4 uşaq, özüm yoldaşım. Hiç 15 manatta düşmür. 14 manat neçə köpek düşür adama. Özü Allah Teala kurban olduğum o kadar o bereket verip ki, tuğa da gitmişik, yasa da gitmişik, özümüz de ye, özü o vakti her şey ucuz da. Kendin mişokun 40 manata vurdum, 40 kilo kendin 40 manata. 40 kilo kendi devamda 6-7 ay bir yılda seni hepsi. O da var ya. Kasingin vardı, Nazirler Sovyeti'nin sadri. O vakti deyirlər ki, kendin kıymetini kaldırak. Kasingin deyip ki, kendin kıymetini kaldırmayak. Deyirlər besmağarak. Deyir onun şirinliğin azaldak, kıymetinde kalsın. Deyirlər ki, ne kalk oldu, Kur'an-ı deyirdi çörek olarsa mahnı da olar. Yerin göğün mizanı Allahu Ekber'dedir. Yerin göğün bereketi çöreğdedir. Ben gittim Ercan Hoca'nın yanına ve tanıyarsınız. Dedi ki baba sen akı böyle döydün. Niye göre rengin başın böyle bu vaziyete düşüp? Dedim, o Veysel Hoca'nın oğludur. Atasının adı Veysel Hoca'ydı.
Dedim ki, ay başıma dönüm sen. Dedirsen beni narahat eleyen nedir? Dedi ki, de görüm nedir? Dedim, Bəhrəm, oğlum, benimle olan oğlum bir yerde işleyir. Diyor çatı, onlar pula pul demir, ayağının altında kalır. Kaza kimi taplayıp kesilirler. Dedim, Ayelcan, başına dönüm Ayelcan'ın. Korkuram o beneli olar haram pulla, haram pul ki olar, o saya salmır. İnsan haram yediyce, tüm bedeninde değişikliği emel edir. Elə bilir ki, eləməyi eləmək lazımdır. Dedim, Ayelcan, başına dönüm. Korkuram o haramla məsin də gələ. Bax, mənim ona görə də rəngim belə olub. Dedi ki, Zəli baba, sen ondan narahat olma. Seni için Allah Teala oradan getireni o kadar temiz eləyəcək ki, senin bedenine giren gül kimi olacaq. Müasir dövrün çətinliklərinə toxunarkən namazın əhəmiyyətini xüsusi vurğulayır. Namaz dinin dirəyidir deyir. Namazı heç vaxt qəzaya buraxmamağın vacibliyindən danışır. Hətta onun vaxtını həsrətlə gözlədiyini etiraf edir. Müasir dövr çox çətin dövrdür. Çox çətin dövrdür. Çox çətin dövrdür. Elə bir çətin dövrdür ki, öyle bir zaman gələcək ki, bunu Peygamberimiz başına döndüğüm öyle bir zaman gelecek ki Allah'ın kulları o görəcək. İndi ben korkumdan deyirəm, həmin o bulaşığa mən də düşərəm. Mən namaza başlayan mən 2 dəfə, 3 dəfə mənim namazım siftə başlayanda qəzaya qalıb fərz namazım. Bir dənə mənim namazım qəzaya qala bilməz. Həmişə darıxmışam, tələsmişəm ki, bizdə namaz gələydi, uyğulaydım. Bizdə namaz gələydi, uyğulaydım. Həyatında dönüş nöqtəsi olan bir hadisəni də belə xatırlayır. Günlərin bir günü qeybdən gələn bir nida sanki onu silkələyir. Özün və ailən üçün çox şey etmisən. Bəs Allah üçün nə etmisən? Bu səs günlərlə davam edir və nəhayət o dostunun köməkliyi ilə namaza başlayır. Ramazan ayında etdiyi bir dua ilə illərlə tərk edə bilmədiyi siqaretdən də uzaqlaşır. Allahım, sənin üçün oruç tuturam. Məni bu vərdişdən də qurtar deyə dua edir. Və o gündən etibarən bu asıllıqdan xilas olur. Gecə mən qayıdıb ki, kimsə izi qara. Uşaqları hamısını yerli eləmişsən. Her şeyin var. Bize dönmeyeceksen ey dağdı bir dağıt. Bunu yaradanım da mənə dedirdən. Kimsə mənə deyir, o tarafıma baxıram, bu tarafıma baxıram, heç kim yoxdur. Başımı qoyuram yerə, o başlarından gecə 3-4 saat qalanda ben tez yuxuda zada olarak gene həmin şeyimə təkrar edib gelmişəm, Elsvar dostum vardı, qardaş ağam. Bir yerde oturmuşuq 7-8-ci sınıfəcən. Gelmişəm onun yanına demişəm, qardaş bilirsən niyə görəm demişəm. Məni namaza, oruca öyrənmək üçün bir şey var. Seyf var, açım mı namaz kitabını verim mənə. Gelmişəm elə 2-3 gündə əzbər öyrənmişəm mi, namaza başlamışam, oruç gəlib. Oruç gəlib, papırt çəkirəm, qabaq Radopu vardı, Bolqaristan sigareti, bundan çəkirəm. Demişəm, Allahım, səni için oruç tutacam. Bu papırtı məndən nə niyirsən elə mənim.
O başlarından ne için? Şimdi Aziz Xələfə baxın. 4-5 cür xörək hazırlayıb vermək üçün. Demişəm bir dənə, bir cür xörək yiyəcəm. Qalan hamısı siz yiyəcək. Andolsun oxuduğum o təsbiyə, zikr ediyim o təsbiyə tutmuşam orucu. Elə bilmişəm ki, papır çəkməmişəm. Ömür boyu mən papır çəkməmişəm. Elə bir Cenab-ı Allah Teala mənə o yola yönəldib. Özü 2-3 ay sinəmdən o turbanın hissi gələnib tökülüb. Cəlil Baba Allahın yaratdıqlarına qarşı son dərəcə həssasdır. Bir qarışqıya belə zərər verməyə qıymır. Bunun üçün belə Allaha sığınır. İnsanlarla münasibətində də nümunəvi davranışlarıyla seçilir. Doğru bildiklərini paylaşır, insanlara yol göstərir, nəsihət edir. Yoldaşımla gəlinim nə deyib ki, getginən qarışqa əlindən giriftarıq. Getginən qarışqa dərman alıcısı ilə bu qarışqa bizi həşa saldı. Hər şeyin içine girir. Gedirəm Şamaxıya, mahnı edirəm ki, başqa yerdən gəldim. Qorxuram, bunlar mənim əlimlə qırdırmaq istəyirək bu qarışqanı. Sabah namazında demişəm Allah'ım, Əstəmi Allah'ım, Əlbəsir Allah'ım. Biri eşidir, biri de görür. Axı, sən görürsən ki, mən gəlinimlə qaynana yoldaşım məni Allah yekiliyiblər. Mən də alıb gətirmirəm ki, sənin yaratdığın canlını mən öldürə bilmərəm. Sən yaradan, sənsən. Səni Allah'ım eşidirsən. O qarışqa, bu qarışqa. Bilmədim o qarışqa hara getdi. Hələ ondan sonra axtarıram. Bu yaxınlarda Bakıda bir-iki qarışqa rast olub üstünün üstündə mənə. Qarışqa deyilən şeyin hamısını Allah Teala çöktürüb aparım mənə. O gün o cür ehtiqat olsun gərək bizdə Allah Teala'ya qarşı. O Allah Teala deyək dedim ki, başını döndüm burada oturan, yanımda oturan. Dedim ata-ana bizi 10 kilo istəyirsə, Allah Teala bizi 100 kilo istəyir, 100 kilo. Birin ona nisbətidir. Gənclərə isə xüsusi müraciəti var. Onları içkidən, qumardan və mənəviyyatı zədələyən hər cür pis vərdişdən uzaq durmağa çağırır. Bir el ağsaqqalı kimi mərhəmət və şəfqətin, birlik və dəstəyin vacibliyini vurğulayır. Mən bütün bu cavanlara tövsiyə edirəm ki, içki məzəsindən biraz çox uzaq olsun. Kumardan, pis şeydən, insanlara mənfi təsir edən şeylərdən çox-çox uzaq olsunlar. Çünki Allah Teala birinci dəfə buranı nəhm eləmib. Üçüncü dəfə nəh eləyib ki, müsəlmana içki haramdır. Onlar içkidən uzaq olarsa, hər şey yaxşı olar. Allahı tanımaq ən böyük mərifətdir, deyir Cəlil Baba. Onun fikrincə, bu mərifətə sahib olan insanı heç bir qüvvə sarsıda bilməz. Allah belə bəndələrini hər zaman qoruyar. Bu dünyanın bir imtihan yeri olduğunu xatırladaraq, insanın yaradılış məqsədinə uyğun yaşamasının vacibliyini dilə gətirir. Allah Teala'dan arzumdur ki, o cavanlar siz başta olmaq şərtiyle Mərfətullah'ı möhkəmləndirsin. Mərfətullah möhkəmlənərsə, onlar da nə ilə möhkəmlənir? Namazla, orucla, dost doğru olmaqla deməli orada Mərfətullah'ın üstündə Cenab-ı Allah Teala oturandan sonra Cəlil Baba, səninlə söhbət bizim üçün də bir məktəb oldu. Sənin ibrət dolu ömür yolun yaddaşımıza nur kimi həkk olundu. Allah sənə can sağlığı,
bərəkətli və xeyirli uzun ömürlər nəsib etsin. Amin.